Vaxtınız xeyir, hörmətli izləyicilər. Mən bildiyiniz kimi Lüksemburqdayam hal-hazırda və mənim üçün çox xoşdur ki, burada gəlib Avropa Voleybol Federasiyasının binasını tapdım. Bu yağışa, çiskinliyə baxmayaraq mənim üçün çox maraqlıydı. Yəni Avropa voleybolu bax bu binada cəmləşir. Çox istəyərdim ki, bizim voleybolumuz Avropa kuboklarından kənar qalmış, ötən mövsümdə kənar qalmış voleybolumuz artıq bu yeni mövsümdən bütün bu yağışlar, dumanlar, çiskinlər Voleybol Federasiyamızın başından keçsin, voleybolumuzun başından ötsün və biz də Avropa kuboklarına qatıla bilək və bizim Voleybol Federasiyasının rəsmi şəxsləri də bu binada hər hansı bir püşkatmada iştirak eləsinlər və voleybolumuzun inkişafına yeni təkan versinlər. Bu qədər bəsit.